Ona görə hədislərdə buyurulur ki, axir zamanda İmam Zamanın qeybəti dövründə imtihana çəkiləcəksiniz, ələkdən keçəcəksiniz. Bunu vurğulayıblar. Ələkdən keçəcəksiniz. Haya küyə düşüb gələnlər çoxdur. Gərək bəlli olsun. Hər adam dinə gəldisə, ayağının altına qırmızı xalça döşəməli deyilik. Düzdür, biz hamıya hörmət eləməliyik, ehtiram göstərməliyik və cəmaatdan da şübhələnməməliyik. Mən ümumi qaydalardan danışıram. Amma tez də əldən ayaqdan getməməliyik ki, maşallah, məsələn, hər dinə gələn insan fəzilətli bir insandır. Qətiyyən belə deyil. Hələ heç özümüz də bilmirik nə səbəbdən dindarıq. Vallahi deyirəm, hələ adam mən özümü deyirəm, özündən baş açmır. Vallahi deyirəm, baş açmır ki, nədir? Doğrudan da məni bu dinə vadar eləyən, dinə yönəldən hansı amillərdir? Adam özündən baş açmır. Ona görə imamlar Allaha and içib ki, imtihan olunacaqsınız. Vallahi deyiblər, imamların sözüdür, and olsun Allaha ki, imtihan olunacaqsınız. Bəziləri qorxaqdır, zəifdir, bəziləri ona görə dindar olur ki, zəifliyini gizlətsin, bəziləri ehtiram axtarır, heç nə, hörmətə layiq bir xüsusiyyəti yoxdur, deyir, din hörmətli bir şeydir, insanlar dinə hörmət edir. Mən də din libasını giyinim ki, dinə hörməti özümünkiləşdirim, mənə hörmət eləsinlər din adı ilə. Bəziləri əsirdir, belə deyək, müti insanlardır, tənbəl insanlardır, elə bilir ki, din bunun əvəzindən düşünməlidir, gəlir dinə ki, elə rahat yaşayın bu baxımdan. İmam Hüseyin əleyhissalamın özünün tarixinə baxın, ətrafında nə qədər insanlar var idi. Mərhələ görürsünüz, necə özü ələkdən keçirirdi onları. Onlardan sonra bir xeylisi ayrılıb gedib cinayətkar oldular. Dindən çıxdılar, heç nə qədər cinayətlər elədilər. İmam Hüseynin yanındaydılar yol boyu, sonra ayrıldılar. Və əksinə o tərəfdən bəziləri cəzb olundular. Ona görə sadə deyil məsələ, yəni. Sözüm budur ki, bir dəfəmlik deyək, dindarlar, maşallah, hamısı yaxşı insanlardır, dinsizlər hamısı pis adamlardır. Belə deməyə tələsməyək. Bu qəzavət eləməyə tələsməyək. Çox yaxşılar var ki, dindən uzaq qalıb, çox pislər var ki, dinin daxilindədir. Və mənfi xislət səbəbindən, pislikləri səbəbindən dinə daxil olan insanlar bir bəhanə ilə bir gün dindən çıxacaq, amma bunu keçən dəfələrdə dedim, nə dinin başına oyun açıb dindən çıxır, elə belə də çıxsa dərd yarıdır. Din evin viran eləyib dindən çıxır, belə insanlar. Quranda var, iki növ iman var. İki növ iman, Quran terminidir. Müstəqər və müstəvdə. Müstəqər iman, yəni möhkəm, daxil oldu, çıxmayacaq. Müstəvdə nədir? İcarəyə götürülən iman. Bugün var, sabah yoxdur. İman iki növdür. İnsanlar şəxsiyyətlərini rahat dəyişə bilmir. Şəxsiyyətlərini rahat dəyişə bilmir. Şəxsiyyətdə olan xüsusiyyətlər elə oturuşur ki, dini də götürür, öz şəxsiyyətinin rənginə boyuyur. Dinə də təsir eləyir. Dini qəbul eləyir, amma belə deyək, dini özünə uyğunlaşdırır. Şəxsiyyətdə oturuşmuş xüsusiyyətləri dəyişmək çox çətindir. Dəyişə bilmir. Ciddi çalışmaq lazımdır. Bəziləri də yaxşı adamlardır, din haqqında səhv təsəvvürdədirlər deyə dinə tərəf gəlmirlər. Mən əminəm ki, bu insanlar gec-tez dinə yönələcəklər. O adamlar ki, çaşqınlıq səbəbindən dindən uzaqdırlar. Çox fəzilətli adamlardır, amma din haqqında səhv təsəvvürdədirlər. Onlar gec-tez dinə yönələcəklər. Məsələn, adamlar var, misallar deyirəm də özüm elmi tərzdə danışmaq istəmirəm ki, sadə olsun sizlər üçün. Həm də ki, elə açıqlayaq xüsusiyyətlərin bəzisini. Bəzi insanlar var, səmimi adamlardır.
belə deyək, ruhlarında bir səmimiyyət var. Uzaqdan baxırlar dinə, cəmaət namazına, əzadarlığa, deyiblər özünü göstərir. Elə görünür kənardan, özünü göstərir. Deyirlər, bu adamlardan mən görmüşəm, iman səmimi olmalıdır, qəlbdə olmalıdır. Səmimi adamdır, amma elə zənn edir ki, hansısa bir dini, ayini insan cəm halda yerinə edirsə, bu qeyri-səmimiyyət deməkdir. Bu belə düşünür, belə başa düşür. Deyir, məhəbbəti reklam eləmək lazım deyil, məhəbbət ürəkdə olmalıdır. Bunlar niyə özünü öldürür? Mən də elə sevgim var, amma ürəyimdə. Anlamır ki, məsələn, Quran deyir ki, məvəddət göstərin, yəni məhəbbətinizi izhar eləyin əhl-i beytə. Təkcə gizli yox. Məhəbbətinizi izhar edin, zahir edin. Bu adamın daxili pakdır, görüntü səhvdir. Bu görüntü bunu çaşdırır ki, bunlar özünü göstərən adamlardır. Çıxıb öz məhəbbətlərini, imanlarını reklam eləyirlər. Mən belələrindən deyiləm.